Nicolas Maduro'nun Venezuela'nın prezidentinin qüdrətdən düşməsi və Amerikanlıların əlindən tutulması İran hökumətində çox bir negativ təsirlər göstəribdir. O yerəcən ki, Time jurnalının yazdığına görə İran hökumətinin içindən çox adamlar vardı, lakin indi hökumət adamları gizlincə qərb ölkələri ilə münasibətə daxil olublar ki, özlərinə bir qaçaq yolu tapsınlar, dəyişikmə məsələsinə. Demək olar ki, Maduro'nun orada Venezuela'da işdən düşməsi həmin əndazə ki, Bəşar Əsədin Suriyədə işdən düşməsi İrana əsər qoymuşdu, əsər qoyur. Və müxaliflər deyirlər ki, qabaqcan Əsəd düşdü, dalısıcan Maduro düşdü. İndi də Əli Xamneyinin növbətidir ki, düşsün və müntəzirdir ki, indi ya millət salsın, ya Amerikalılar neynəsinlər. Bu xəbərdə yayılıbdır ki, əgər vəziyyət qarışıq olsa və Əli Xamneyinin zindecanlığı təhlükəyə düşsə, mümkündür o ailəsi ilə 20 nəfərinə Rusiyaya, Moskovaya qaçsın, getsin ora. Yəni bu həddəcən Nicolas Maduro'nun işdən düşməsi İranda əsər qoyubdur. Amma indi 15-16 ildir İslam Cumhuriyyəti Venezuela'da çoxlu sərmayə qoymuşdu, çoxlu işlər görmüşdü. Orada istəyirdi paylaşqah düzəlsin, orada böyük supermarketlər açıbdı və ondan sonra nizami, polisi və ayrı həmkarlıqlar aparırdı o hökumətinə və eyni o işləri ki, Suriyədə görürdü. Yəni İslam Cumhuriyyəti istəyirdi İsrailə fişar gətirmək üçün onun qulağının dibində bir bazası olsun, orada sərmayə qoyurdu, orada fəaliyyət aparırdı. Eyni işi də Venezuela'da eləmişdi ki, Amerikanın o Birləşmiş Ştatlarının yaxınlığında orada bir özünün bazası olsun və eləyə bilsin Amerikaya oradan təhlükə yaratsın, fişar gətirsin. İndi o xərclər çox qoymuşdular. Pullar ki, İran orada xərcləyibdi, müxtəlif rəqəmlərə görə 2 milyard, 4 milyard və 8 milyard söhbəti var. İran jurnallarının, İran saytlarının yazdığına görə. 2 milyard ondan ötürü ki, 2 milyard borc veribdi. Yəni Maduro 2 milyard Venezuela bankları, İran banklarına 2 milyard dolar borçları var, onu versinlər. Amma İran orada çoxlu investisman eləyibdi, neft sahələrində, rəfineri məsailində və çoxlu olaraq dron satıbdı, təslihat satıb, İranla istehsal olan təslihatlardan satıbdı. Onların da çoxunun pulu alınmayıbdı, qalırlar vəziyyətində. Nəhayətdə əgər o borcu hesablasaq 2 milyardıdır nəqd pul, yəni borcu var Venezuelanın. 4 milyard hesablasaq o militeri, o dronların və silahların pulu verilməyib, onları hesablasaq 4 milyard və o işləri ki, məsələn, orada supermarketlər açıbdı, ya ayrı telefon işləri görübdü, onları da hamısını hesablayanda dəqiqən gəliri 8 milyarda çatır. Buna görə siz deyən hesabla ki, 8 milyarda yaxındır, o düzdür və İran saytlarında da bu məsailə işarə olunur. İndi İranda söhbət budur ki, İranın Xarici İşlər Naziri dedi ki, bizim səfirliyimiz hənuz
indilikdə Venezuelada aktivdir və biz münasibətlərimizi Venezuela hökuməti ilə idamə veririk və orada hələ bir şey itməyibdir, yanmayıbdır və o alacaqlarımızı oradan ala bilərik. Bu söhbəti eləyibdir, amma məlum deyil ki, nə həddəcən bunu qabağa apara bilsinlər. Vəli o siyasi əsər ki qoyubdur Maduronun süqutu, o çox-çox İran hökumətinə ağırdır. Yəni hakimiyyətdə olan adamlar qorxurlar ki, Əsəd getdi, Maduro getdi, indi də Xamneyinin növbəti.